Evimdə çörək yeyən yaxın dostlarım bir dəfə məni axtarmayıblar. Həddindən artıq küskünəm. Bu sözləri aktyor Allahverdi Yolçiyev Künc Bucaq YouTube layihəsində deyib. O, bir çox dostunun onu çətin gündə yada salmadığını söyləyib. Allahverdi Yolçiyev mərhum xalq artisti Arif Quliyevdən danışaraq, rejissorlarımız Arif Quliyevdən yaxşı istifadə etmədi. Hər şeydə gözəl oynayırdı. Qonşu olmuşuq, tez-tez danışırdıq. Ölümündən 2 gün əvvəl zəng etdi, danışa bilmirdi. Dedim getmə həkimə, evdə otlarla müalicə et. Axırda getdi həkimə və belə oldu sözlərini söyləyib. Parkinson xəstəliyindən əziyyət çəkən aktyor sağaldığını deyib. Əməliyyat ötdü getdi. Dublyaj mənə kömək edib. Bugünə kimi heç kimin qapısını döymədim. Döysəydim fəxri adım da təqaüdümdə olardı. Mədəniyyət naziri Adil Kərimliyə çox inanıram. Mənimlə özü zəng edib danışdı. Mənə nə qədər ərzaq gətirdilər. Salih Bağırov, Zaur Baxşəliyev mənə yardım edib. Zaur Kamala da təşəkkür edirəm. Kömək ediblərsə böyük puldur. Zaur Kamal həkimlə danışdı, mənə yardım etməsini istədi. ARB kanalı pul ödədi. İndi oynayıram, danışıram, gülürəm.